Gəldim ki, ikinci videonu hələ ki sual cümlələrinin passivə salınması ilə bağlı çəkim. Daha sonra boş vaxtımda bu nəqli cümlələrin dəyişməsi ilə bağlı ardını çəkərəm. 85-dən 170-ə qədər testimiz qalıb hələ ki. Passivə çevirəndə sual cümləsini nə edirik? Burada bizim köməkçi feilimiz diddir, düzdürmü? Feili xəbərə biz did ilə sual veririk. Sadəcə onu dəyişib eləyəcəyik to be. Və to be'miz necə ki, bizim sual cümləsi to be mübtədadan əvvələ keçirdi. Burada da ona əməl edəcəyik. Yəni, sual cümləsinin söz sırasına əməl edəcəyik. Köməkçi feil, mübtəda, əsas feil, tamamlıq. Getdik. When did they receive our message? When olduğu kimi qalır, heç bir şey dəyişmir. Artıq burada da ki, tamamlığım keçib burada olacaq, mübtəda və yaxud da silinəcək. Necə ki, nəqli cümlədəki tamamlığı gətirib mübtəda qoyurduq yerinə, eyni ilə sual cümləsində tamamlığı mənim burada mübtədam olacaq. Sadəcə dəyişən şey, buradakı köməkçi feili mən to be ilə əvəz edəcəm. Köməkçi feili hansı zamandadırsa, to be-ni də o zamanda istifadə edəcəm. Baxaq A-ya. Burada to be önə keçməyibdir. Burada has artırıbdır, gərək yoxdur. Burada həm to be-ni, həm əsas feili mübtədadan əvvələ keçirib ki, bu da səhvdir. Sual cümləsində sadəcə köməkçi feil mübtədadan əvvələ keçər. Baxın, eyni ilə D variantındakı kimi. Niyə səhvdir? Our message mübtədamız təkdir. Xəbər onunla uzlaşıb tək olmalıydı, amma cəmdir. Ona görə səhvdir. İkinci testimiz Who has surrounded the area? Yəqin ki, burada areadır, silinibdir. Hansı zamandadır? Bitmişdə, düzdürmü? Eyni ilə bitmişdə verəcəyik. Sadəcə to be əlavə eləyəcəyik. Və burada who mübtədaya sual veribdir. Artıq mən bu mübtədanı etməliyəm tamamlıq. Tamamlıq edərkən who, belə deyim də, by sözünüsü ilə birlikdə işlənməlidir. Biz nə bilirik? Whom olarkən sözünü birbaşa whom-un yanında gəlməlidir tamamlığa sual verərkən. Yox, who ilə sual veririksə, sözünü cümlənin sonunda gəlməlidir. Baxın, A-dakı hələ ki bu struktur düzdür. B-nin strukturu səhvdir. Whom-un yanında olmalıydı sözünü. C-nin, D-nin, Y-nin sual sözünün strukturu hələ ki düzdür. Keçəcəm, baxacam xəbərimə. Has surrounded, indiki bitmişdədir. Bu keçmiş, keçmiş. Hədə bu keçmiş, keçmiş. Bu da indikidir. Mən niyə dondum qaldım? Mənim təkcə düzgün variantım A variantıdır. Baxın, həzi verib, eynisini saxlayıb, to be-ni əlavə edibdir. Əsas feilin P2-dədir və who-nu by sözünün də sonda işlədibdir. 3-də tamam mübtədam who, has sent xəbər, the postcards tamamlıq. Eyni ilə nəqli cümlə strukturu ilə gedirik. Whom və by yanaşı işlənməlidir, səhv. Geri qalanlar hələ ki düz görünür. Xəbərim hansı zamandadır? Has sent indiki bitmiş zamanda. Gələcək olmaz, keçmiş olmaz, indiki olmaz, D variantım düz. Who tamam mübtəda, has written xəbər, this essays tamamlıq. Xəbərim hansı zamandadır? İndiki bitmiş. Bu keçmişdir. Bunun to be-si yoxdur. İndi qaldım A, D, Y arasındakı hansı ki düz görünür. Düzdürmü? Who, by sonda okeydir. Burada da elə by whom-un yanında bu da okeydir. Sadəcə burada problem nədir? Baxın, köməkçi feil mübtədadan önə keçməyibdir. D səhv. Burada isə iki köməkçi feilin ikisini də mübtədadan önə keçirdibdir. Belə olmaz. Köməkçi feillərdən sadəcə biri mübtədadan əvvələ keçir sualda. Digəri olduğu yerdə qalır. Cavabımız A variantı. Burada mübtədam you. Bir tamamlığım my notes, bir tamamlığım who. Xəbərim də keçmişdə. Baxın, bu indiki səhv. Bu da indiki bitmiş səhv. Whom, to, whom-la yanaşı olmalıydı. Bu da belə getdi.
Mənim qaldı 2 dənə variantım, düzdürmü? Baxın, my notes were-dən sonra been gəlibdi, olmaz, səhvdir. Cavabım olacaq D variantı. Mənim tamam mübtədam you, tamamlığımın birisi my photos, biri də to who. Düzdürmü? Xəbərim də hansında? Keçmiş sadədə. Bu indikidir. Bu da bitmişdi, səhv. To whom-un yanındadır. Bax, D səhvdir. To ilə whom yanaşı işlənməli idi. Artıq baxıram ki, burada were-dən sonra da been işlənibdir. Bu da səhvdir. Mənim variantım olacaq A. 7. You. Mübtəda. Her. Tamamlıq. Didn't praise. Keçmiş zamandakı xəbərim. Artıq mənim xəbərim bitmiş də ola bilməz, indiki də ola bilməz, bitmiş də ola bilməz. Was-dan sonra da been işlənə bilməz, B variantı. The teacher mübtəda. You tamamlıq. Did scold xəbərim keçmiş sadə zamanda. Bitmiş ola bilməz, indiki bitmiş ola bilməz. 2 variantım qaldı. Burada da were-dən sonra been veribdi, ola bilməz, B variantı. 9-a baxırıq. You mübtəda, xəbərim keçmiş sadədə, tamamlığım an invitation bu 1, each of the guests bu da 2. Gedək baxaq, variantlar üstünə işləyək. Hansı zamandaydı? Keçmiş zamanda. Did məchulda did olmur. To be ilə əvəz olunur. Had bitmişdi olmur. Was-dan sonra been verə bilməz, Y də bitmişdi olmur. B bəndi tam düzdür. Köməkçi feil mübtədadan əvvələ keçib, əsas feilin P2-dədir və salam. Who mübtəda, the exam papers tamamlıq, is handing xəbər. Xəbərim indiki davam edicidədir, düzdürmü? Sadə olmaz, keçmiş olmaz, sadə olmaz. Burada bitmişdi. A ilə B arasında fərq odur ki, burada köməkçi feil whose exam papers are being handed by mübtədadan önə keçməyibdir. Ona görə düzgün variantım olacaq Y. 11-ə baxırıq. Carrier mübtədamız. The first air conditioner mübtəda tamamlığımız. Design, did design. Keçmiş zamanda xəbərimiz. Mənə bitmiş lazım deyil, indiki lazım deyil, bitmiş lazım deyil. Və burada da sadə lazımdır. Davam edici də lazım deyil. Ona görə cavabım olacaq D bəndi. The chief mübtəda, you tamamlıq, did pay xəbər. Mənə bunların hamısı keçmiş zamandadır. Deyəcəkdim, mənə bitmiş lazım deyil. Baxdım ki, hamısı keçmişdədir. Deməli, biz artıq nə edəcəyik? Baxacağıq ki, mübtədamız düz olaraq təyin edilibdir. Mübtəda you olmalıdır. Burada düz, burada düz, burada düz. D-də the chief saxlayıbdır. Ona görə bunu sildim. Were-dən sonra been olmaz və were mübtədanın önünə keçməlidir. Köməkçi feil olaraq. Cavabımız B olacaq. 13. They mübtəda, the trees tamamlıq, did cut xəbər. Mən keçmiş zamanda xəbər axtaracağım. Hamısı keçmişdədir, bir dənə Y indikidədir. Mən mübtədanın itməsini istəyəcəm, A-da itməyibdir. Mən istəyəcəm ki, did was-la əvəz olunsun və yaxud da were ilə əvəz olunsun, çünki mübtədam cəmi olacaq və mübtədanın önündə işlənsin. C, D düzdür. Amma C-də nə var? Been var. Ona görə D düzdür. 19. Who mübtəda, the list of participants tamamlıq, sent keçmiş zamanda xəbər. Artıq nə olacaq? Mənə keçmiş hamısı keçmişdir. Bu okey. Mənim the list of participants mübtədam olmalıdır. The list of participants düzgün verilibdir. Bu da okeydir. Nəyə lazımdır? Onda ikinci nəyə baxacağım? Köməkçi feil mübtədanın önünə keçmiş olsun.
Burada ümumiyyətlə to be yoxdur. Burada was-dan sonra been var. Burada həm köməkçi, həm əsas feil mübtədanın önünə keçibdir. Burada yenə eyni şey, həm əsas feil, həm köməkçi mübtədanın önünə keçib. Cavabım olacaq A bənd. 15. Who mübtəda, wrote xəbər, the list of irregular verbs tamamlıq. Burada was-dan sonra been var, səhv. Burada was mübtədanın önünə keçməyib, səhv. Burada to be yoxdur, səhv. Burada was mübtədanın önünə keçməyibdir, səhv. Cavabım olacaq Y bənd. 16. Azərbaycan mübtəda, what tamamlıq, export xəbər, does export indiki zamanda olacaq. To this country ikinci tamamlıq. Ona görə də mənə lazımdır. Baxın, zaman dedim, indiki zaman. Düzdürmü? Keçmiş lazım deyil. B-də to be yoxdur. C-də həm əsas feil, həm köməkçi feil mübtədanın önünə keçibdir. Səhv. Yox, bircə dəqiqə bu qalsın. Axı mübtədan what'da elə. Burada Azərbaycan mübtədadır. Düzdürmü? Azərbaycanı by sözünüzü ilə verməlidir. Bu da səhvdir. İkincidə isə to veribdir. Azərbaycana ixrac olunur. Azərbaycan ixrac edir. By sözünüzü ilə olmalıdır. Bu da ona görə səhv. Cavabım olacaq C variantı.